O qapı bugün də açılıb. Təhsil sahəsində çalışanların özünə sabahınız xeyirli olsun əziz Sağlam Radio dinləyiciləri və Sağlam Təhsilin dinləyiciləri. Bugün də gəlmişik görüşünüz. Əlbəttə ki, bugün də maraqlı mövzuyla qarşınızdayıq. Əslində həm münasibətlərdən danışacağıq, fərq etmir bu iş münasibətləri olsun və yaxud ailə daxili münasibətləri olsun və bu münasibətlərin belə deyək də aydınlığa gətirilməsində və bu münasibətlərdə yol verilən bəzi səhvlərin aradan qaldırılmasında bugün bizə mütəxəssis kömək etməyə çalışacaq. İki qonağımız var bugün Sağlam Təhsildə. Jurnalistdir, yazıcıdır, münasibətlər üzrə mütəxəssisdir Orxan Çınar. Xoş gəlmisiniz Orxan bəy. Hoş bulduk. Və bugün Adalə Beynəlxalq Qadın Platformasının eyni zamanda Adalə PR və media şirkətinin təsisçisi, rəhbəri, dilşünas, tərcüməçi, təlimçi Dilşad xanım Əhədova da Sağlam Təhsildə bizimlə bərabərdir. Dilşad xanım, sizi də xoş gördük. Çox sağ olun, təşəkkür edirəm. Biz ənənəvi həmişə suallarla qonaqlarımıza müraciət edirik və proqramımızın da adı Sağlam Təhsildir. Yəni Orxan bəy, eğitimdir. Sizcə sağlam təhsil dedikdə nə başa düşülməlidir? Sizə görə necə başa düşürsünüz sağlam təhsil sözünü? Orxan bəy, buyurun sizdən başlayaq. İsterseniz kelimeyi iki bağlamda açalım. Eğitim ve öğretim. Eğitim dediğimiz şey ailede başlar, çevrede olgunlaşır, okulda biter. Öğretim ise okulda aldığımız bilgiler. Yani her şeyden önce ne gerekiyor? Sevgi gerekiyor. Thomas Edison'u hepimiz biliriz. Telefonu icat eden kişi. Bəli, elektrikdir səbəbi. Evet. Bəli. Edison ilkokuldayken geri zeka olarak eve gönderilmiş bir insan. Öğretmen annesine bir mektup veriyor. Bu mektubu götür diyor, annene ver. Annesi mektubu okuyor. Anne mektupta ne yazıyor diyor. Evladım diyor, okuldaki eğitim, öğretim senin için yetersizmiş diyor. Eğitimi artık ben vereceğim diyor. Edison meşhur oluyor. Yıllar sonra annesi öldükten sonra mektuba bakıyor. Mektupta yazan cümle şu: oğlunuz gerizekalı, okula göndermeyin. Şimdi burada eğer anne o mektubu yazıldığı gibi okusa idi sizce ne olurdu? Tamamilə həyatı da dəyişə bilərdi. Peki sizce bu çocuk gerizekalı mı? Əlbəttə ki, yox. Çünki hər bir uşağın öz bacarığı var. Kesinlikle. Burada eğitim sistemini eleştirmiyoruz ama bazen yetersiz insanlar kendilerinden çok daha üst segmentteki insanlara nasıl yaklaşıyorlar? Bu örnekte olduğu gibi. Yetersiz, yani öğretmen çoğu dahi okula geldiği gibi geri gitmiştir. Hatta intihar etmiştir. Yani burada eğitim dediğimiz kavramda önce eğitimci eğitimi sevecek. Sonra eğitimin ne anlama geldiğini hem eğitimci hem aileye, çok daha önemlisi öğrenciye vereceğiz. Yani təhsil deyək. kesinlikle tahsil olayında eğer sevdiremezsek, ne işe yaradığını, amacı gösteremezsek bence boşuna gidiliyor. Dilşad xanıma görə sağlam təhsil necədir? Orxan müəllimin sözlərinə qüvvət olaraq demək istəyərdim ki, mən bu suala həm də valideyn olaraq cavab vermək istəyirəm ki, mənə görə də bir uşağın əsas birinci potensialını yəni üzə çıxarıb, ondan sonra o uşağın nəyə yararlı olduğunu, beyninin nəyə yararlı olduğunu, nəyi qəbul etdiyini öyrənmək lazımdır. Məsələn, biz valideynlər bəzən istəyirik ki, bizim uşağımız məsələn polis olsun və yaxud da ki, müəllim olsun, yaxud da ki, həkim olsun. Amma biz birinci bilməliyik ki, bizim uşaq bunu qəbul eləyirmi, bunu beyni qəbul eləyirmi? Bəlkə o gözəl rəssam olacaq, bəlkə o çox gözəl bir idmançı olacaq, bəlkə çox gözəl bir qaynaqçı olacaq, fərqi yoxdur. Ona görə də mənə görə sağlam təhsil həmin insanın və yaxud da ki, övladın, fərqi yoxdur, insanın beyninin qəbul elədiyi bir təhsildir. Sizi yaxından tanımaq istəyirəm Dilşad xanım. Deməli Adalə qadınların platformasının təsisçisisiz, həm də eyni zamanda Adalə PR və media şirkətinin təsisçisisiz, rəhbərisiz. Yəni həm dilşünassınız, tərcüməçi, yəni bir çox sahələrin demək olar mütəxəssisisiz. Ümumiyyətlə Adalə haqqında istəyirəm məlumat toplayaq. Dinləyicilərimizə də maraqlı olar. Necə bir platformadır Adalə platforması, niyə yarandı, necə yarandı? Bu ideyanın ümumiyyətlə arxasında nəyə dayanır? Çox gözəl sualdır, çox təşəkkür edirəm Samirə xanım. Adalə İtalyancadan uğur böcəyi deməkdir mənası. Bizim loqomuzda bir uğuru təmsil eləyən qadın başını izah eləyir. Yəni loqoda o tərənnüm olunur. Məqsədimiz bütün xanımları, ümumiyyətlə təkcə Azərbaycanda deyil, Azərbaycan xanımlarını dünya xanımları ilə birləşdirmək və xanımların daha öndə olması, daha intellektual səviyyəyə çatması və intellektlərini daha genişləndirmək üçün yaranmışdır.
yaranan bir platformadır. Və nədən deyirsiniz yarandı? Çünki mən bilirəm ki, bir çox bəli, nə məqsədlə yarandı? Dediyim kimi əsas məqsəd dünya qadınlarını bir arada toplamaq və onları arasında dostluğu, şəbəkəni daha da genişləndirmək və onların inkişafına dəstək olmaq məqsədi ilə yaradıldı. Amma nədən yarandı? Mən özüm bu çətinlikləri keçən bir qadın olaraq hansı çətinliklərdən keçmişəm, necə olub ki, mən gəlmişəm, bu uğurları əldə eləmişəm və bu qədər özümü yetişdirmək üçün necə deyim, cəhd göstərmişəm və mən inanıram ki, mənim vəziyyətimdə olan bir çox elə qadınlar var ki, onlar sadəcə özlərinə bir işıq yeri axtarırlar, bir üfüq axtarırlar ki, onlar necə başlaya bilərlər, hardan başlaya bilərlər və düşünürəm ki, bu Adalya platforması həmin qadınlar üçün bir ümid yeri və bir üfüq olacaq. Aha, yeni başlamısınız yoxsa artıq bir neçə ildir fəaliyyət göstərir? Platforma olaraq çox yeni başlamışıq, amma PR media şirkəti olaraq artıq 4-cü ildir fəaliyyət göstəririk. Bundan əvvəl başqa istiqamətlərdə fəaliyyət göstərsək də PR medianın çox önəmli olduğunu mən anladım və ona görə də işlərimi bu üzərindən davam elətdirməyə başladım. Platforma olaraq yeni başlamışıq, amma əhatə çox geniş olduğu üçün artıq yeni olduğu deyilmir, yəni çoxdan. Sadəcə sırf bu istiqamətdə bəli yenidir. Aha. Təhsillə belə başa düşdüm, sizi çox şey birləşdirir. Bəli. Əsas birinci istiqamətimiz demək olar ki, elə təhsil olacaq. Çünki xanımların təhsil alması fərqi yoxdur. Hansı istiqamətdə, amma təhsil çox önəmlidir. Aha. Birazdan təbii ki, qadın dinləyicilərimizin də sualları gələ bilər. Biz onlara da şərait yaradarıq. Görək ümumiyyətlə bu platformaya qoşulmaq üçün nə etməyə lazımdır? İlk addım nədən ibarət olmalıdır və hələ ki bu barədə yəni bir balaca birazdan danışmalı olacaq, amma istəyirəm Orxan bəyi də yaxından tanıyaq. Orxan bəy, deməli siz həm jurnalistsiniz, həm yazıçısınız, həm də bu münasibətlər üzrə mütəxəssissiniz. Orxan Çınar. İstəyərdim ki, baxın, həm jurnalist, həm yazıcı, həm də bu üç peşəni birdən-birə idarə etmək sizə çətin deyil? Aslında değil, hepsi birbiriyle Birbirine əlaqəlidir. Orası elədir. Aha. Türkiye'de bizim bir Güzin abla köşemiz vardı. Belki duymuşsunuzdur. Sorunlarla ilgili. Aha. Yani problemlerle. Evet. Aha. Haber 7'deyken benim de Orhan Çınar'la paylaşım köşem vardı. Günde bir sürü artık yani onlarca mail geliyor. O mailleri okudukça, onlara çözüm ürettikçe ilişkileri yukarıdan derken daha net bakma hakkını elde ediyorsunuz. Hani bizim Türkiye'de bir deyim vardır. İncir çekirdeğini doldurmayacak sorunlar. İncir çekirdeğini doldurmayacak o kadar basit sorunlardan ilişkilerin bittiğini, hatta boşandığını gördüm ki hayal edemezsiniz. Dün Azerbaycan'da bir dostumuzla boşanmalar üzerine konuşuyoruz. Neredeyse 10 evliliğe 4,5 boşanma düşüyormuş. Aha. Ha, bu da niye? Pandemi sonrasındaki ekonomik sorunlar. Daha da önemlisi, pazara gidiyorsunuzdur. Ben basit örneklemeleri severim. Pazara gittiğiniz zaman pazarın ön kısmındaki meyveler nasıl olur genelde ya da sebzeler? Daha parıltılı, belə Kesinlikle. daha belə qəşəng. Eve gelip poşet açtığınız zaman yarı yarıya ya da daha çok çıkar. İşte ilişkilerde aynı o pazardaki sistem. İnsanlar birbirleriyle karşılaştıkları zaman genelde öndeki güzel bölümleri gösteriyorlar. Yani iki tarafta olmadığı gibi davranıyor. Yani geçici olarak. Bəli. Geçici olarak. Hər kəs öz yaxşı keyfiyyətlərini, yəni belə deyək də, üzə çıxarır və təbii ki, bəzilərini gizlətməklə məşğul olur. Gizletiyoruz da daha sonrasında aynı eve geçtiğimiz zaman ne kadar saklayabiliriz? Özellikle kadınlar ne diyor? Benimle çıkarken tam bir beyefendiydin. Aha. Ama eve geçince, ki mazur görün, kadınların cümlesi tam bir ayı oldu. Amma eyni zamanda qadınlar da kişilər haqqında eyni şeydir. Sən belə deyildin. İki taraf da birbirine tam yalan demeyelim ama yanlışlarla gidiyorlar. Öz kişiliklerini göstermiyorlar. Karşının istediği gibi davranıyorlar. Sonrasında böyle bir ilişkide bir araya gelindiğinde aynı evde neler çıkmasını bekliyoruz? İndi nə təklif edirsiniz? Deyirsiniz ki, yəni biz elə ilk görüşdən belə deyək də öz mənfi xüsusiyyətlərimizi bildirək, deyək ki, biz beləyik. Net olalım. Niye net olalım? Sonrasında ortaya çıkacaksa, Aha. başımız belaya girecekse, ki girecek. Deyirsiniz dürüst olaq. Kesinlikle. Hani benim bir deyimim var. Yiyip kusmaktansa hiç yemem. Aha. Vakit kaybı olmaz, masraf olmaz, bir de midem bulanmaz. Tamam, kandırdık. Nereye kadar? Hele de günümüzde, ki ben ilişkilerde 3 kelimeye ardışık istiyorum. Güven, saygı, sevgi. Sevgi en sona kalsın.
Aha, Orxan bəy, hamı məsləhət verə bilər. Bax necə özünüzdə o potensialı gördünüz ki, siz başladınız bu münasibətlərlə bağlı sizə müraciət edən insanlara kömək etməyə. Münasibətlər pozulur və Orxan bəy yada düşür. Bu necə oldu? Haber 7'de yazmaya başlayınca ister istemez insanlara bir ufuk açtık. O ufuk açıldıktan sonra insanlara şunu öğrettim. Önce kendimizi tanımalıyız. İnsanlar kendini tanımıyor. Hani bu cümle insanlara biraz garip geliyor da insanlar zorluklar, öfke, çıkar karşısında gerçek yüzünü gösterir. En yakın arkadaşınıza borç verdiniz, borç geri gelmedi. O ilişki nasıl olur? Ne kadar iyi derseniz deyin kırılır. Akrabalarla da öyle. Biz kendimizin sınırlarını zorlamadan ilişkiye devam ediyoruz. Başlıyoruz demeyeceğim. Devam ediyoruz. Yani uzaktayken her şey kolay. Ama yan yana gelince sorunlar başlıyor. Bir kere kadın duygusal bir varlık. Erkek mantıklı olmasa da duygusal olmadığı Soyuqqanlıdır kesin. məncə. Kadınlar işitsel. Bəli. Hep işitmek istiyorlar. Ne işitmek istiyorlar? Onları ne kadar sevdiğimizi, ne kadar güzel olduklarını falan Xoş da. sözlər. Erkekler ise bu kadar israfa gerek duymuyor. Tanıştığında bir kere seni seviyorum dediyse aksini söyleyinceye kadar bundan yetinmekte fayda var. Yani ne gereği var? Peki kadın buna razı olacak mı? İki zıt kavramı nasıl bir araya getirebiliriz? İşte getiriyoruz. Mantık yok, duygu var. Mənə elə gəlir ki, biz bu gün təkcə qadın-kişi münasibətindən danışmayacağıq, həm də təbii ki, yəni iş yerlərində, həm də təhsilin özündə müəllim-şagird münasibətinə də toxunacağıq və bu məsələlərlə bağlı bilirəm kifayət qədər sizə müraciətlər olduğuna görə Orxan bəy sizdən çox şey öyrənəcəyik. Amma həyatınız boyunca sizə təsir göstərən təhsil təcrübəsi nə oldu? O mənim üçün maraqlıdır. Şimdi öncelikli olarak eğitim sistemi. Bir toxundu sizə o. Eğitim sistemini araştırdığım zaman Avrupa ve bizimkiler arasında çok büyük bir fark var. Avrupa'da çocuğun eksik alanının üzerine gidilmediğini gördüm. Nedir? Sayısalda zayıfsa Türkiye'de yani matematik, fizik, kimya, biyoloji her neyse bu alanda çok dersler alınırken Avrupa'da tam tersi. Avrupa'da iyi olan bölüm yükseltiliyor. Demin Dilşat Hanım'ın dediği gibi çocuk atıyorum sporda ya da musikide çok iyi ise öbür taraf bırakılıyor. Komple değil ama bırakılıyor. Bizde tam tersi. Onu da öğrenmeye zorlanıyor. Bendekine gelince bizim dönemde ben edebiyat sevmeme rağmen ailemin zoruyla fen bölümüne geçtim. Hansı fənni? Matematik, fizik, kimya. Oysa benim ruhumdaki bölüm sözel dediğimiz edebi bölümdü. Ailem beni zorla lisede o bölüme gönderince emin olun ki baya bir zorlandım. Hem not bağlamında zorlandım hem de hayal kırıklığı o zamandan başladı bende. Eğitimde kısaca her alanda bir kelime şart: sevgi. Sevgi yoksa hiçbir anlamı yok. Şu an bu hər bir işdə belədir. Sevgi ilə işte. yanaşmasan o işə alınmayacaq. Azerbaycanlı bir delikanlımız Çinli bir kıza aşık olsa Çince'yi öğrenmek ne kadar vaktini alır? Çox qısa. Niye öğreniyor? Yox, ümumiyyətlə, yəni əgər Evet, sevirsə, sevgi. təbii ki, çox şey, yəni Kesin. o qıza görə edirsən və yaxud qarşı tərəfdə bunu etməlidir. Bugün Türkiye'de bizim Sakıp Sabancı diye bir iş adamımız var, rahmetlik oldu. Rahmetlik annesi sabah 4'te kalkarmış 15 kişiye. Gece yarısına kadar hizmet edermiş. Bir kere diyor annemin uf dediğini duymadım diyor. Çünkü anne eş olurken, anne olurken severek yaptığı için uf demiyor. Ama sevmediğiniz bir konuyu yaparsanız, ki biz ona laktik asit diyoruz, duymuşsunuzdur. Bir insan sevmediği biriyle bir araya geldiği zaman, hele atıyorum bir dans etmeye kalktığı zaman laktik asit fışkırıyor vücuttan ve yorgunluk başlıyor. İsterse ilk dakika olsun fark etmiyor. Bu laktik asidi her alana yaymamız mümkün mü? Kesinlikle. Öğretmen okula gidiyor, surat ekşi, sevmeyerek iş yapıyor. Tıp bacısı ya da doktor işe gidiyor aynı şekilde. Amerika'da bu konuda çok güzel bir örnek var. Gerçek örnek bu dediğim. Çocuk Harvard tıpı bitiriyor. Anne babaya diplomayı sunuyor. Anne baba diyor sizin hayallerinizi gerçekleştirdim. Sıra bende diyor. İtfaiyeci olacağım ve gidip itfaiyeci olacağım. Bəli, bu sizin üçün idi diplom. Tabii ki. Ama işte giden yılları düşünün. Bendeki o fene gitmem, fen bölümü yani sayısala gitmem büyük bir travma olmasa da hem enerji kaybıydı hem de mutsuzluktu. O yüzden mümkünse sevdiğimiz işi yapalım, bir de yapabildiğimiz işi yapalım. Herkes bir şey olmak zorunda değil.
Doğru. Biz söhbətimizi sizinlə də təbii ki davam etdirəcəyik. Çox maraqlı söhbət gedir və mənim üçün bir sual verəcəm. Daha sonra reklamlarımız olacaq. Cinslərə görə, məsələn, həm kişilərlə çalışırsınız, həm də qadınlarla təbii ki onların problemlərini dinləyirsiniz. Hansı ilə çox çətindir? Kadınlarınki daha zor. Və istəyir daha çox Dilşad xanım Adaliya bu qadınlar platforması ilə bağlı danışsın. Əslində mənim üçün də maraqlı olar, çünki məqsədini izah elədi, nəyə görə olur. Amma konkret olaraq, məsələn, qadınlara bu nə verəcək? Hansı sahələrdə bir dəstək verirsiniz? Maraqlıdır öyrənmək bunu sizdən. Bəli, biz bir neçə istiqamətlərdə xanımlara dəstək veririk. Əsasən dəstəklərimizdən biri xanımların özünü təqdim etmə bacarığıdır. Sən bizdə çox intellektual və çox bacarıqlı, hətta savadlı xanımlar var ki, işlərini çox gözəl idarə edirlər, çox gözəl uğur qazanıblar, amma özlərini təqdim etməkdə biraz çətinlik çəkirlər və yaxud da ki, utanırlar və yaxud da kamera qarşısında biraz çəkinirlər. Bizim əsas istiqamətimiz bu istiqamətdən götürülüb və o xanımların tanıtımı üçün, PR-ı üçün, biz təbliğatı üçün belə deyək, daha çox dəstək oluruq və onların özünü təqdim etmək və öz güvənlərini geri qaytarmaq üçün fəaliyyət göstəririk və mənə elə gəlir ki, bir insanın öz güvəni artıq yerində olduqdan sonra, özünü gözəl tanıdıqdan sonra onun həyatda bacarmayacağı bir iş yoxdur. Necədir ümumiyyətlə yaş baxımından hər kəs müraciət edə bilər? Bəli, hər kəs müraciət edə bilər, çünki belə deyim də, gənclərə bizim öyrədə biləcəyimiz çox şey ola bilər. Hətta bizim gənclərdən çox şey öyrənir. Daha çox gənc qadınlar cəlb olunur, belə çıxır. Yox, daha çox gənc qadınlar deyil. Məsələn, 50 üstü qadınlar da var ki, bizim də onlardan çox öyrənəcəyimiz var. Bu platformada məqsəd həm faydalı olmaqdır, həm fayda verməkdir. Yəni biz bir-birimizdən həm faydalanırıq, həm eyni zamanda da fayda veririk. İndi biz tədbirlər planı hazırlamışıq. Bu tədbirlər planı çərçivəsində bizə üzv olan xanımlar özləri də mentor kimi bu yolda istiqamətdə, ümumiyyətlə də özünü inkişaf elətdirmək istəyən xanımlar üçün təlimlər keçəcək. Bu təkcə Bakıda deyil, Azərbaycanın başqa regionlarında da həyata keçiriləcək. Eyni zamanda təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da artıq fəaliyyətimizi davam elətdirəcəyik ki, bizim Hindistandan, Afrikadan, Türkiyədən artıq üzvlərimiz var. Əla. Mənə maraqlıdır ümumiyyətlə hansı mövzular daha çox qadınlarımızı cəlb edir? Nə istəyirlər sizdən Şəxsi məsələn? inkişaf. Ən çox bu mövzudan bağlı istəyirlər ki, eşitsinlər, təlimlər olsun. Təlimlər olsun, şəxsi inkişaf, öz hüquqları, haqları. Çünki bir insanın şəxsi inkişafı dediyim kimi öz güvəni yerində olduqdan sonra o hər işi bacarar. Bəzən olur ki, xanım iş görür, işi var, hər hansı bir şirkət də idarə edir, amma söhbət eləyəndə deyir ki, mən hələ də özümü tapmamışam. Orxan bəyin sözünə qüvvət. Bəli, mən hələ özümü tapmamışam. İşi var, idarə eləyir, amma xoşbəxt deyil və deyir, mən hələ özümü tapmamışam, hələ də axtarışdadır. Onda bəlkə birinci olaraq həmin xanımları Orxan bəyin yanına göndərək, müraciət etsinlər, özlərini tapsınlar, daha sonra artıq həqiqətən də siz də bir növ yardımcı ola bilərsiniz, dəstək ola bilərsiniz. Təbii ki, onsuz ki bizim bərabər yəni çalışmanız, mentorlardan, mütəxəssislərdən biri də Orxan bəydir. Onlarla onsuz ki görüşürük, həm də görüşlər yəqin keçirəcəyik. spikerlərdən biri də yəqin ki Orxan bəy olur. Təlimlərdə yəqin ki Bəli, bizdə dediyim kimi bəzi təlimlər var ki, onlar qapalı şəkildə keçirilir. Sadəcə üzvlər üçün keçirilir ki, o xanımların artıq əksəriyyəti Orxan bəydən dəstək alıblar bu mövzuda. Əla. Orxan bəy, öyrənmək bir bacarıqdır, yoxsa bir vərdiş halıdır, alışqanlıqdır? İsterseniz önce deminki verdiğiniz soruyu cevaplayayım. Hansı o özünü tanımaq Kadınlarla baxımından? erkeklerle ilgili bir soru sormuştunuz ya. Bəli, reklamlar ayda nə yaxşı yadıma saldınız. Birkaç saptamayla gidelim isterseniz. Bir erkek için kaç renk var, kadın için kaç renk var? Erkekler için 7 renk var. Örnek yeşil. Yeşil rengi bir kadına sorduğunuz zaman kaç tane yeşil var? Yosun yeşili, şu yeşili, bu yeşili, o yeşili. Yani, Tündü var, nə bilim, açıq rəngi var. İşte en aşağı 10 tane yeşil var. Erkek için nedir bu? Yeşil. Yox, o heç, onlar konkretdilər. Biz onunla razıyıq. Kişi nümayəndələrimiz daha çox konkretdilər. İşte burada Kararlarında, ayrıştığımız fikirlerinde. bölüm diyoruz ya. Nerede ayrışıyoruz? AVM'lerde oturmak için yerler var biliyorsunuz. Oraya genelde kimler oturuyor beklemek için? Erkekler oturuyor. Bir erkek AVM'ye girdi ya da herhangi bir dükkana girdiği zaman alışveriş süresi bellidir. Alır. Nə istədiyini bilir. Peki kadın ne ister?
Esas soru bu. Kadın ne ister? Niyə bax deyirsiniz bir tərəfdən deyəcəksiniz ki, Samirə danışdı. Qadın təkcə özü üçün girmir, düzdür? Ticarət Bəli, bəli, mərkəzlərinə, uşağı üçün girir, həyat yoldaşı, düzdür Dilşad xanım? Uşağı üçün göz nəzər yetirir, geyimlərə baxır, həyat yoldaşı üçün geyimlərə baxır, anası üçün geyimlərə baxır və ən sonda qadın özü haqqında düşünür. Kabul. Peki burada kadın Ona görə bizim vaxtımız çox gedir. kadın bütün bunlara bakarken acaba biz istiyor muyuz? Bir de bu var. Necə? Biz bizim için bakmasını istiyor muyuz? Aha. Bir gün konu biraz değişecek gibi de uçak giderken havada bir psikolog artı yanında bir kadın adamın psikolog olduğunu öğrenince tam diyor adamını buldum size bir soru soracağım. Buyur sor diyor. Ya diyor ben ömrüm boyunca diyor saçımı kocama, çocuklarıma herkese süpürge ettim diyor. Ama diyor karşılığını almadım. Sizce niye? Hanımefendi diyor sizin evde elektrik süpürge var mıydı diyor. Bəli. Yəni Şimdi- ki, özün günahkarsın. Biz sizden, siz derken kadınlardan bir şey istemiyorsak ya nedir? Mesela bir erkek evin dağınık olması çok umurunda değil. Ne bileyim ütülü olması çok umurunda değil. Acaba bunları kadın kendi için mi yapıyor, karşı için mi yapıyor? Bir de buradan yaklaşalım. Sizce? Hər ikisi üçün. Özü üçün də istəyə bilər ki, rahatlıq, təmizlik olsun. Təbii ki, Erkək evinə çocuk- gələn erkək üçün də istəyər ki, evdən qaçmasın. Burada annelere genelde çocuklar için küçük bir tavsiyem oluyor. Düz demirəm, elə olur da. Çocuğun diyor odası çok dağınık. Basit bir soru soruyorum. Sizin çocuğun diyorum odasının kapısı var mı? Var diyor. Çek o zaman diyorum. Kapıyı çektiğimiz zaman Bəli, hər şey qalır orada. evet abartmanın gereği yok. Belki biz de çocukken böyleydik. Yani burada o ikisi arasındaki fark kadın çok çetrefilli hale getiriyor. Yani karışık hale getiriyor. Erkekler sizin deyimle çok düz. Biz düzüz. Biz gördüğümüz gibi. Anladım. Yox, Bakarız. biz bundan şübhəmiz yoxdur. Biz bilirik, daha çox kişi nümayəndələri konkretdirlər, fikirlərində nə istədiklərini bilirlər. Bundan mübahisə etməyəcəm. İstəyirəm təhsilə qayıdaq. Tabii. Baxın, siz həm də jurnalistsiniz, yazıçısınız. Təbii ki, münasibətlərlə bağlı sizə müraciətlər olacaq. Orxan bəy, deyə də bilərsiniz əlaqə nömrənizi, hətta imkan Gərək. olsa. Amma indi nə zaman siz özünüzü bax həqiqətən öyrənirəm deyə kəşf etdiniz? Bax, nə zaman bu oldu? Neçə yaşında oldu? Eğitimle valla o ileriki yaşlarda oldu. 30'dan sonra oldu. 30'dan sonra düşündünüz ki, mən həqiqətən indi öyrənirəm. Evet. 30 yaşına kadar dünyadaki eğitim sistemlerini araştırdım. Özellikle bizim gibi ülkelerde yani ağırlık olarak Müslüman ülkeler dediğim eğitim sistemi çok farklı. Sorgulamıyoruz. Araştırmıyoruz. Sadece itaat ediyoruz. Bu da bizi bayağı bir dar alana itiyor. Qane etməyən sizin məqamlar var imiş. Var. Yani burada kesinlikle dinimizin bir suçu yok. Tam tersi dinimiz ilim Çin'de bile olsa git öğren diyor. Bizde hep ezbere dayalı. Aha. Ve Amerikan sistemini bilmiyorum incelediniz mi? Amerikan sisteminde bizdeki kadar yoğunluk yok. Avrupa'da hiç yok. Ezber kesinlikle yok. Onlarda beynin gelişimi var. Günlük davranımlar var. Ardından branşlaşmaya gidiliyor. Biz ise küçük yaştan itibaren okuduğumuz ya da gördüğümüz dersler zaten zar zor bir eğitim sistemine entegre olmalı çalışıyoruz. Sabahın köründe biz öyle diyoruz. Sabahın köründe kalkıp çocuğu zorla okula gönderirseniz bu çocuktan ne bekliyorsunuz? Yani yine en başa Əslində döneceğiz. maraqlıdır fikirləriniz. Siz öz şəxsi fikirlərinizi təbii Tabii. ki, burada deyirsiniz, amma hər halda bu da bir yanaşmadır. Yəni yuxulu vəziyyətdə uşaq, Tabii. yəni deyirsiniz getmə. Hətta bizdə əvvəllər Dilşad xanım təsdiqləyərsiniz də, yəni daha erkən vaxtlarda təkliflər də olundu ki, uşaq 5 yaşında da gedə bilər məktəbə. Daha sonra bu artıq bilirsiniz də, yəni sonradan dəyişdi fikirlər, layihələrdə müəyyən bir öz əksini Amma yəni yenə də 5 tapmadı. yaşdan 6 yaşa qədər hazırlıq dövrüdür bizdə. Yenə Amma də məktəb deyil də, Hə, yəni məktəb o deyil, hazırlıq, mənada. amma o da məcburi Aha. hesab olunur. Və hətta indi də müəyyən bir yəni layihələr var, bunun üzərində də işlənilir ki, bəlkə 7 yaşında uşaq daha getsə məktəbə daha yaxşı olar, belə deyək də. Yəni bu bir təklifdir hələ ki, bunun üzərində işlər gedir. Annelere Yəni siz yuxulu vəziyyətini nəzərdə Tabii tutun annelere uşağın şu daha çox. soruyu soralım deminki olduğu gibi. Kaç çocuk sabah kendiliğinden kalkıp hadi ben okula gideyim diyor. Şöyle bir etrafa baktığımız zaman ki bakalım. Olmağına bizim özümüz də yəni xoşluqla işə getmirik olmağına. Hələ biz yetkin bir yaşda. Gitmezsek sizce ne kadar verim olabilir? Verim için ilk kural sevgi. Yani sevgi, aşk şunu bunu kastetmiyorum. Amaçla araç
çelişikse sorun olur. Önce amacı vermemiz gerekiyor. Amaç belliyse, çocuk onu bilirse araca daha kolay gidiyor. Hayatta başarılı olmak istiyorsa, evladım şu amaçlar gerekli deyip de araçları tesis ettiğim zaman yol kolay alınıyor. Biz yani açıklamalar yapmıyoruz, mecburiyetlerle dayatıyoruz. Anladım. Bir qadın kimi Dilşad xanım, siz də əlavənizi edə bilərsiniz. Necə düşünürsüz? Orxan bəyin fikirlərinə razısınız, yoxsa bəlkə Yox. sizin məqsədiniz bambaşqadır? Məsələn, Adalya qadınlar üçün platformada bəlkə müəyyən bir təklifləriniz ola bilər bundan bağlı. Təbii ki, elə əslində bu sırf qadınlar platformasını yaratmaqda da əsas məqsəd qadınların o söz deyim ki, Orxan bəy də başa düşsün, o özgürlüyü, özlərinin sərbəstliyi. Yəni sərbəstlik dedikdə bizdə insanlar elə başa düşür ki, sanki istədiyim kimi geyinmək, istədiyim kimi davranmaq bu sərbəstlikdir. Azadlığı hər bir cür başa düşür. Bu əslində azadlıq deyil. Yəni bir qadın azad olursa seçimində, məsələn, təhsilində azaddır, özünə iş qurmaqda azaddır, öz fikirlərini söyləməkdə azaddır, özünü ifadə etməkdə azaddır və biz xanımlara çalışırıq ki, bu istiqamətdən dəstək olaq və onlara demirik ki, bizim dediyimiz ancaq doğrudur. Sadəcə bizim keçmişdən gələn bir yolumuz var və biz o yolla belə deyim də, həm gedirik və təcrübələr toplamışıq. O təcrübələrə əsasən də təbii ki, bizə üzv olan xanımlar da olsun, mentorlarımız da, onlar da hamısı bu təcrübəyə dayanıqlı olaraq bizim qarşı tərəfdən bizdən öyrənmək istəyənlərə biz onlara bunu öyrətməyə çalışırıq. Təbii ki, biz özümüz də onlardan öyrənirik. Yəni hələ ki çox xanım yoxdur. Bizdə 30 xanımdır, dediyimiz kimi çox yeni yaranmışıq. Hələ böyük bir təqdimat da keçirməmişik. Yəni yanvar ayından yavaş-yavaş belə deyək ki, fəaliyyətə başlamışıq. Amma bu 30 xanım bir-birinə o qədər gözəl dəstək olur ki, hər mövzuda dəstək olurlar. Hər kəs fərqli-fərqli sahələrdədir, fərqli-fərqli sferalardadır. Amma buna baxmayaraq qadın həmrəyliyi artıq hiss olunur. Qadınların bir-birinə paxıllıq etmədən iş görməsi bunun özü əksinə daha da özün üzərində işləməsi, inkişaf etməsi, bəli, daha yaxşıdır. Həm yaxşıdır, həm də bu qadın bir möcüzədir. Yəni Orxan bəy onu təsdiqləsə də, təsdiqləməsə də bütün hər bir şeyi dəyişən də qadındır. Qadın böyük qüvvədir. İstəyərsə o ailəni çox gözəl bir ailə də eləyə bilər. İstəyərsə, əgər təbii ki, sevgisi yoxsa o ailə dağıla da bilir. Mən indi o dağılmış ailələr o başqa səbəblərdən də olar. Səbəblərdən də ola bilər. O səbəblərə girmək istəmirəm. Sadəcə ümumiyyətlə demək istəyirəm ki, qadın o qədər güclü bir varlıqdır ki, qadın həm anadır, həm övladdır, həm bacıdır, eyni zamanda dostdur. Yəni bu qadının həyatda dəyişməyəcəyi bir şey yoxdur. Dünyada evin düzəni qadına bağlıdır. Dünyanın bütün dəyişiklikləri və bütün dəyişikliklərinin başlanğıcı qadından başlayır. Doğrudur. Mən istəyərdim siz də yeri gələndə bir bu platformada olan ən təsirli və yadda qalan anlarınızı bizimlə bölüşəsiz. İndi əgər yadınıza düşərsə əlbəttə ki. Bu dəqiqə belə yadımda deyil. Yəni amma dediyim kimi bu mənim özümdən qaynaqlanan bir şey idi ki, mən belə bir platforma yaradıb gələcəkdə qadınlar üçün dəstək olacağam və onların mənim keçdiyim çətin yolları keçməsinə ən az da olsa bir kömək olmuş olacağam. Çünki mən özüm bizim nəslimizdə ilk oxuyan, təhsil alan qızam və məndən sonra da indiki nəsildə ancaq bir xalamın qızı təhsil alır. Ona qədər heç kəs oxumayıb və bizə icazə verilməyibdir qızların təhsil almasına. Çox mühafizəkar bir ailədə dünyaya gəlmişəm. Yəni siz təsəvvür eləyin ki, mühafizəkar bir dünya. Yəni nəsil dediniz, yəni bu köklərə bağlı bir bəli, ta əvvəldən deyim ki, indiyə qədər. Çünki bizdə qızların təhsil almasına ümumiyyətlə qadağa var. Sevmirlər, qızlar təhsil ala bilməz. İndi 21-ci əsrdə artıq bu aradan qaldırıldı. Amma yəni bundan sonra son bəlkə 10 ildə bu olub da yəqin ki. Necə? Yəni deyirsiniz ki, nəsildən nəsilə, yəni təhsil alan ümumiyyətlə, yəni də biblərim, xalalarım, heç kəs 21-ci əsrdə yaşadığımız bir halda heç kim təhsil almır. İcazə verilməyibdi. Qızların təhsil almasına qəti şəkildə icazə verilməyib və bu qədər mühafizəkar siz bunu zənciri qırdınız. Həmişə deyirəm ki, bu zənciri qıran və bütün nəsildə hamı da bunu etiraf eləyir ki, sən bu zənciri kim dayandı arxanızda? Valideynlər, atanız. Bəli. Əsas təbii ki, yəni
Sözü ailədə ata Təbii dediyinə ki, görə. onlar mən uşaqlıqdan baxırdım. O zamanlar Heydər Əliyev idi prezidentimiz və onun tərcüməçisi vardı Rauf. Mən Bəli. ona həmişə baxırdım, deyirdim ki, mən onun kimi prezidentin tərcüməçisi olacağam. Və Ona görə xarici dillər bəli, universitetindən qəbul o oldunuz. mənim üçün bir örnək idi və onu sevdim. O dili də sevdim. Onun sayəsində sevdim, belə deyim. Və mən arzum idi ki, mən tərcüməçi olacağam. Təbii ki, mənə gülürdülər ki, bizdə heç oxuyan olmayıb, nəinki getsin tərcüməçi olsun. Çox çalışdılar ki, mən ibtidai sinif müəlliməsi olum. Amma baxırdım ki, mənim içimdəki o potensial ibtidai sinif müəlliməsi üçün deyil, çünki daha çoxu var. Yəni mən sadəcə günortaya qədər və yaxud da ki, günortadan 3-4 Bəli. saatlıq dərs keçim bitsin. Bu mən deyildim və mən artıq bunu uşaqlıqdan dərk eləyirdim ki, bu mən deyiləm və mənim içimdəki potensial daha çoxuna yetir, daha çox nələrsə eləmək istəyirəm, daha çox yaratmaq istəyirəm. Və Demək ki, hər şeyin kökündə bir səbəb yatır və siz də baxmısınız, görmüsünüz ki, daha çox təhsil alan olmadığınıza görə, ətrafda olmadığına görə siz düşündünüz ki, mən belə bir platforma açacağam, belə bir layihə eləyəcəm Bəli. və ora cəlb eləyəcəm qadınlarımızı, hansı ki, təhsil görməyiblər və onlara müxtəlif Yalnızca mövzulardan yardım təhsil- etməyə Yalnız çalışacağam. təhsil görməyiblər deyil. Ümumiyyətlə Amma hər şeyin kökündə təhsil dayanır. Təbii ki, təhsil mütləqdir. Mən onu həmişə deyirəm və əgər elə olmasaydı mən də axınla gedərdim. Bəli. Yəni nəsil necə deyirsə mən onu da elə hərəkət eləyərdim, amma mən o qədər çox sevirdim ki, Orxan bəy dedi bir ətrafımıza nəzər salaq səhər dərsə gedən uşaq. Məsələn, məni heç kəs oyatmayıb. Mənim hətta əlimdən kitab alırdılar ki, oxuma, bəsdir. Bu qədər oxumaq olmaz, amma mən o qədər sevirdim ki, bəlkə də o qadağalar məni sevdirirdi ki, onsuz da ki bizdə Onların qız üzərinə oxumayıb, getdiniz. onsuz da ki qızlar təhsil almır, amma mən deyirdim ki, mən təhsil alacağam, mən oxuyacağam. Mən yadımdadır ki, 7-ci sinif idi ya 8-ci sinif idi, dəqiq yadımda deyil, amma o aralıqdaydı. Əmim bizi sirkə aparırdı və biz Dillər Universitetinin yanından keçəndə mən əmimdən soruşdum ki, bura hansı universitetdir? Dedi ki, bura xarici dillərdə var, xarici dillər gedirdi adı. Belə baxdım dedim ki, mən bu universitetdə təhsil alacağam, burada oxuyacağam. Yenə də mənə güldülər ki, bu uşaq nə danışır da. Yəni ki, onsuz da ki bizdə oxuyan yoxdur. Hə dedilər. Amma mən həqiqətən də Ciddiyə, yəni o vaxtlar ciddiyə almırdılar, ciddiyə amma almırdılar. Amma sonradan getdikcə gördülər ki, mən nə deyirəmsə onu edirəm, nə deyirəmsə onu edirəm. Biraz xasiyyətimdə də o var ki, yəni və sizdən sonra artıq bu belə deyək də zəncir qırıldı. Zəncir qırıldı, Hər kəs məndən təhsilə belə deyək daha yenə çox. də getmədilər. Yenə də siz onlara nümunə oldunuz, amma yenə də bundan yararlanmadılar. Getmədilər. Yox, yəni ən azından yollar açıldı. Yəni təhsil almasalar belə işləməyə başladılar. Hər hansı bir peşəyə yiyələndilər, amma universitet oxuyan hələ ki bir nəfərdir və işləyən də demək olar ki, hələ ki bir nəfərdir. Amma o ən azından o zəncir qırılıb. Bundan sonra yol açıqdır. İstəsələr oxuya bilərlər. Açığı Dilşad xanım, yəni danışdığınız bu hekayələri daha çox bölgələrdən eşidə bilərdim. Yəni dünənə qədər. Amma indi deyirsiniz ki, yəni sırf şəhərdə, paytaxtda yaşaya, Bəli. amma bu təhsilə cəlb olmaması, yəni Paytaxtda yaşasaq da, amma bizim necə deyim, əslimiz, nəslimiz bölgədən gəlir. Yəni tam siz daha çox belə deyək də oradan gələn, daha çox belə deyək də araşdıranda elə bir Azərbaycanımızın belə deyək də ən ucqar kəndlərində bəlkə kimsə təhsil almayanlara bəlkə hekayələrini eşidərdi ki, bizim məsəl üçün bizdən heç kəs gəlmədi, oxumadılar. Halbuki maraq, istək yaranıb, amma buna bir şərait yaranmayıb və təhsillərini almaq məcburiyyətində, yəni təhsil almaq istəyi olub, amma işləməyə məcburiyyətinə qalıblar deyə. Ona görə də qalıblar, gəlməyiblər məsələn. Amma o istək, oxumaq istəyi, o istək hansı ki o siz də deyirsiniz, əlimdən kitabı alırdılar ha. Görürsüz nə qədər sizdə o qədər istək olub ki, oxumağa, təhsilə qarşı sizə qarşı çıxa bilməyiblər də. Siz nəyin bahasına olursa olsun, yəni çalışmısınız, imtahanlara qatılmısınız, yəni. Amma var elə insanlar ki, bu istək ola da, amma işləməyə məcburiyyətinə qalırlar. Müəyyən bir səbəblərdən təhsil onlardan belə deyək də biraz aralı, ayrı bir mövzu olub da onlar üçün. Mən bugün mənə qadağa qoyulan hər bir şeyə görə təşəkkür edirəm ki, bəlkə də o qadağalar məni daha da gücləndirdi və bütün o istədiklərimin hər bir şeyi əldə elədim.
Təhsil almaqda mən məsələn o mənim arzum idi tərcüməçi olmaq və mən tərcüməçi oldum həqiqətən də. O fakültəni bitirdim. Yəni sırf tərcüməçi kimi çalışmasam da indi, amma o dil öyrənməyin, dilin, ümumiyyətlə o fakültənin mənə çox böyük dəstəyi var, köməyi var. Hal-hazırda niyə beynəlxalq qadınlar platformasıdır? Çünki dil bilirəm və o mənim üçün daha kömək eləyir. Heç kəsin köməyi olmadan beynəlxalq xanımları bir araya gətirməyə kömək olur və eyni zamanda da dediyim kimi bu yalnız mənə deyil, ingilis dili bilməyən xanımlar üçün də biz burada ayda bir dəfə conversation clublar qoymuşuq ki, onlar da ingilis dilini öyrənsinlər ki, gələcəkdə onlar üçün də lazım ola bilər. Bəli, Orxan bəy, uğurla bağlı istəyirəm sizdən məlumat alım. Uğur, yəni başarı. Necə bunu izah edərdiniz? Yəni daha çox kütlənin, yəni toplumun fikirlərinə görə, yoxsa öz ölçülərinizə görə uğurlu müəyyənləşdirmək lazımdır? Şimdi nasıl ki hastaneye gittiğimiz zaman hastalıkları öğrenmek için kan tahlili yaptırıyorsak, şu an Türkiye'de çocukların yönelim alanını öğrenmek için testler yapılıyor. Çocuk duygusal zeka mı, mantık zeka mı ya da başka alanlar var mı diye. O testlerden sonra çocuğun yönelim alanını doğru tespit edilip yönlendirilirse çok daha başarılı oluyor. Yani sizde durum nedir bilmiyorum ama çocuklar okula başlamadan önce bu testlerden geçirildiği takdirde daha zevkli, daha şevkli ve daha başarılı gidiyorlar. Ama bizim istediğimiz gibi, ki bu ebeveynler bu hatayı çok yapıyor maalesef. Atıyorum mesela, ben avukat olamadım, çocuğum olsun. Ben doktor olamadım, çocuğum olsun. İşte çocuk orada başarılı olamıyor. O testler her şekilde yapılmalı. Yəni belə ailələr də var. Təbii ki, məsələn, özü biznesmensə atanın istəyir ki, oğlu davam etdirsin onun işlərini, amma təbii ki, uşağın seçiminə hörmətlə yanaşan valideynlər də var əlbəttə. Öyle Kıbrıs'ta bir delikanlıyla tanıştım. Babası müteahhit. Çocuk otellerde şarkı söylüyor. Üniversitede bitirmiş, master da yapmış. Babası bunu duyduğu zaman doğal olarak kükredi. Oğlum dedi, ben bu sene bu kadar eğitim öğretimi sana niye verdim? Baba diyor, bana hiç sormadın ki. Babasının korkusundan çocuk müteahhit, ki zengin de müteahhitler. Ama bildiğiniz sıradan otellerde çocuk gidip şarkıcılık yapıyor. Tamam, belki babası kadar çok para kazanamıyor. Yani biz eğitim deyince ya da öğretim deyince sadece okul olarak algılıyoruz. Değil. Onu şöyle basitleştireyim. Çoğu insan sağ elini kullanır. Sağ el alfabeyi bilir, sol el de bilir. Ama sol el alfabeyi yazamaz çünkü eğitilmemiştir. Eğitim apayrı bir kavram. Biz maalesef ağırlıklı olarak öğretimi tartışıyoruz. Bu an için demiyorum. Genel anlamda ve kimse çocuğa sormuyor. Yani sen ne istiyorsun demiyoruz. Çocuğun bence Türkiye'de olduğu gibi tüm dünyada ana sınıfından itibaren testlerden geçmesinde fayda görüyorum. Ama zorlayarak ya da karışarak, motive ederek değil. Testi çocuğa bırakalım. Canı ne istiyorsa ya da atıyorum orada bir sürü çalgı aleti var. Çocuğu bırakalım. Hangi çalgı aletine gitmek istiyorsa gitsin, onunla oynasın. Ben keman seviyorum ya da ne bileyim başka bir şey seviyorum diye çocuğu oraya yönlendirmek. Yəni daxili səsini özü eşitsin. Yəni İç başqalarının sesi. fikirlərindən aydındır. Yəni məsləhət vermək olar, hardasa istiqamətləndirmək, amma son qərarı çalış ki, özün verəsən. Evet. O mənada demək istəyirsiniz. Aha, istəyirəm ki, Dilşad xanım, sizdən bu Adalya Qadınlar platforması barəsində bir neçə sual verim. O da yəqin ki, qadınlarımızı maraqlandırır. Necə qatılmaq olar bu platformaya? Yəni hər bir qadın dinləyicimiz indi sizə qulaq asır, dinləyir sizi və maraqlanmaq istəyər ki, məsələn, hər kəs qoşulmalıdırmı? İlk addım necə olmalıdır? Komanda şəklində işləyirsinizmi? Biraz bu məlumatları da verək və tamamlayaq proqramımızı. Tamam, çox sağ olun, təşəkkür edirəm. Bəli, bizim komandamız var. Təbii ki, fotoqraf, videoqrafımız, marketinq komandası, daha sonra dizayner komandası, bildiyiniz kimi, yəni bütün şirkətlərdə olduğu kimi mühasibatlıq, hüquqşünasımız və eyni zamanda da bizim bizə üzv olan hər bir xanım artıq bizim mentor hesab olunur. Burada hüquqşünaslar da var, mediatorlar da var, hər hansı bir biznes sahəsində çalışan da var, coach da var və fərqli-fərqli insanlar da var. Bizim Instagram səhifəmiz var, Adalya Platform adında. O səhifəyə yazaraq ətraflı məlumatı da əldə edə bilərlər. Eyni zamanda bizə lazımi suallarını ünvanlaya da bilərlər ki, biz onlara daha geniş məlumat verə bilərik. Belə. Çox təşəkkür edirəm hər ikinizə gəldiyinizə görə. İşlərinizdə uğurlar arzulayıram. Orxan bəy, yenə də sizi
gözləyirik proqramımızda. İnşallah. Mənə gəlir ki, bu gün çox az vaxt ayıra bildik. Tabii. 1 saatlıq vaxt çox sürətlə də keçir. Həm də iki qonaq olanda həqiqətən biraz bölünür də vaxt. Ona görə gözləyirik hər ikinizi sizin Çox sağ olun, uğurlar çox işinizdə. təşəkkür edirik. Sağ olun. Təşəkkür edirik. Bəli, qonaqlarımız var idi bu gün Sağlam Təhsildə. Münasibətlər üzrə mütəxəssis jurnalist, yazıcı Orxan Çınar idi və Adalə Beynəlxalq Qadın Platformasının rəhbəri, təsisçi, dilşünas, tərcüməçi Dilşad Əhədova idi Sağlam Təhsildə. Özünüzdən müğayət olun. Görüşərik.